Məni izləyən hər kəsə salam. Yeni video ilə mən gəldim. Bu gün medok şirniyyatı hazırlamışdım. Onu çəkib paylaşmaq istədim sizinlə. Yumşaq çıxmışdı tort kimi. Və doğrayırdım. Dedim sizlərə də göstərim. Doğranışından hiss edərsiniz ki, necə yumşaq çıxıbdı. Dadı da ki, çox dadlı çıxmışdı. Bizdə ən çox şokoladlı şirniyyatı sevilir. Ona görə də mən şokoladlı şirniyyatları tez-tez hazırlayıram. Elə ən çox hazırladığım da medokun şokoladlı olan şirniyyatıdır. İndi isə bircə xəmirini hazırlayaq. Xəmirini hazırladığım zaman birinci bir qabda su götürürəm. Qaynadığı zaman hazırlayacağım qabı üzərinə yerləşdirirəm və üzərinə 1 stəkan yarım pesok, 100 qram çərək yağı tökürəm. Pesokla çərək yağı tam əriyib həll olana qədər qarışdırıram. Pesokla yağ həll olduqdan sonra üzərinə 1 rumka duru yağ, 2 xörək qaşığı bal tökürəm. Onları da qarışdırıram yenə. Sonra 4 yumurta, ağlı sarılı bircə tökürəm. Onları da bir-bir qırıram ki, yumurta isti olur. Yumurtanın ağı orada bişməsin deyə tez-tez atlayıram. Ondan sonra yenə sodasını tökürəm və 3 stəkan da un tökürəm. Unu da az-az əlavə eləyirəm. Əlavə elədikcə qarışdırıram, yenidən əlavə eləyirəm. 3 stəkanı axıra qədər elə tökürəm. Unu töküb qurtardıqdan sonra isə kakaosunu tökürəm və başlayıram yenə qarışdırmağa tam hazır olana qədər. Burada isə şirniyyat hazırladığım zaman çıxan qabları yudum. İndi isə kremini hazırlamağa başladım. Xəmir qoydum soymağa. Dedim soysun, ondan sonra bişirərəm. Birinci kremini də hazırlayım. Xəmir bişdikdən sonra soyduğu zaman tez kremini də çəkərəm. Kreminə 250 qram yağ tökürəm. Bir də bir çiy malako tökürəm. Kremi çox vaxtı evdə özüm bişirdim südlə, amma indi süd olmadığına görə malako da var idi evdə. Qızlar da şirniyyat istəmişdi, elə ona görə dedim qoy hazırlayım malako ilə.
Kremini isə moloko ilə hazırladığım zaman birinci yağını qoyuram miksə, ağarana qədər çalır. Sonra isə molokosunu tökürəm. O da qatılana qədər bilirəm ki, nə zaman krem olur, ona qədər orada çalır. Burada isə kağız kəsirəm, yağlı kağızdır. Yağlı kağızla daha asan olur şirniyyatı yaymaq. Burada 3 korj edəcəyimə görə 3 dənə yağlı kağız kəsirəm. Mənim üçün belə rahatdır. Burada yağ əridi. İndi isə xamır soyuyubdur. Başlayıram 3 yerə bölməyə. Elə 3 dənə kağız kəsirəm, 3 yerə də bölürəm ki, eyni olsun. Yəni xəmir eyni boyda olsun, üçünə də eyni pay düşsün. Bir-bir xəmiri bir-biri götürüb bişirdikcə onda normasını bilmirəm. Birini artıq eləyirəm, birini əksik eləyirəm. Korjların biri böyük çıxır, biri qalın çıxır. Ona görə biri nazik olur. Ona görə elə ən yaxşısı belə edirəm. Sonra isə başlayıram bir-bir yaymağa. Birini qoyuram bişməyə, sonra yenə birini yayıram. Elə mən yay başa gələnə qədər qoyduğum tfokuya o başlayır bişməyə. Mənim üçün belə asan olur. Ona görə də elə belə edirəm. Hər tərəfinin xəmiri eyni olsun deyə fırlayıram. Harda ki xəmir qalındır, o hissədən nazik olan hissəyə çəkirəm. Pişdiyi zaman bir tərəfi hündür, bir tərəfi alçaq olmasın deyə belə edirəm. Korjlar pişdi. Soymağını da gözlədim, soyudu. İndi isə mən başlayıram kremləməyə. Burada kremi aralarına çəkirəm. Korjların ikisinə ağ krem, qalan kremlə də üzərinə şokolad eləmək üçün hazırlayıram. Yəni şokolatı elə qalan kreminlə hazırlayıram. Qoyuram qazın üzərinə. Kremin üzərinə də 2 dolu xörək qaşığı kakao tökürəm. Başlayıram bişirməyə. İsti-isti də üzərinə tökürəm.
hazırladım, qurtardım və mürəbbiyə hazırlamağa başladım. Burada mən gilasın çiydini çıxartmışam. Qırmızı krem gilasdır. Hazırladığım mürəbbəsini bişirəcəm. Şiriyə qoyuram. 3 kilo gilasdır. 3 kilo da pisok tökürəm. Birinci pisok tökürəm. Üzərinə gilas töküb, yenə pisok töküb, gilas töküb, üzərinə qalan pisoku tökürəm. Qoyuram 3-4 saat şiriyə. Şirə özünün suyu çıxdığı zaman isə başlayıram bişirməyə. Mən qırmızı krem gilas mürəbbəsini elə birbaşa bişirirəm. Yəni bişirib götürüb yenidən bişirmirəm. Amma krem gilas mürəbbəsi də bişirirdim. Onu birinci şərbət hazırlayıram. Ondan sonra şərbətdə durur, elə bişirirəm. Bu da 3 kilo idi. Buna da 3 kilo pisok, 3 kilo da gilas tökürəm. Şiriyə qoyduğum zaman 3 stəkan su töküb, pisokunu tökürəm, qoyuram qaynağa. Düşdüyü zaman gilasları üzərinə tökürəm. Gilasın çiydini çıxardıb sodalı suya qoyuram ki, qaralmasın. Elə tez bişirməyimin səbəbi də şirədə qaldığı zaman qaralayır deyə şərbətə qoyuram. Bir burun qaynadıb altını söndürürəm. 2 saat qalır, yenidən qoyuram bişməyə. Yenə qaynağa düşür, yenə söndürürəm, yenidən bişirirəm axıra qədər. Bunları bişirdiyim zaman ikisi də eyni günə düşmüşdü. Mənim üçün çox çətin oldu. Qərara gəldim ki, bir də ikisini də eyni günə salmayacağam. Çünki ikisini də çiydini çıxartmaq bilmədim, hansını birinci bişireyim, hansının çiydini çıxardayım, çaşdım qaldı. Axır ki, hazırlaya bildim. Çətin olsa da qırmızı krem mürəbbəsini bişirdim. Ləyəndə niyəsə qara görsənirdi. Ona görə belə rozetkada göstərmək istədim necə göründüyünü. Qəşəng çıxmışdı, qıpqırmızı. Və başlayıram indi isə kremi qaynatmağa. Arada da bankalarımı doldurdum. Bir ucdan da qaynadıram. Bu ikinci dəfə qaynatdığımdır. Üçüncü dəfə qaynatdığımı çəkməmişəm. Həm iş görmək, həm də çəkmək çox çətin olurmuş. Ona görə mən də
elə bir gündə çəkmək istəyirəm. Bankalarımı da doldurdum burada. İşim çox idi deyən, elə ən hasant yemək olaraq bozartma hazırlamağı düşündüm. Onu da belə hazırladım. Əti qoydum qaynamağa, süzdüm. Üzərinə kartof, soğan, bibər, pomidor vurdum və qoydum qaynamağa. Mən isə işlərimi görməyə başladım. Burada mətbəxi yığdım. Nə qədər qablar çıxmışdı, hamısını yudum. İndi isə yerinə yerləşdirib bağçaya gedəcəm. Hələlik dolu vurandan heç nə etməmişəm. Lobya basırmaq istəyirəm. Tək lobya toxumum var idi, onu basırdım. Burada isə mən sizlərlə sağollaşım və işimi görüm. Sizlər isə sağ olun. Əgər məni axıra qədər izlədinizsə, bəyəndinizsə, abunə olmağı unutmayın. Sağ olun. Gələn videoda görüşənədək. Allaha əmanət olun.